Mən səhər bir yazı da yazdım Facebook'ta bu barədə. Yəni ki, bu insanlardan soruşmaq olar ki, abala sizin dərdiniz nədir? Axı niyə söyürsünüz? Məyər bu problemləri həll etməyin normal, qanuni, mədəni yolları yoxdurmu? Bəlkə müraciət edəsiniz, müraciətinizə bir cavab alasınız. Həmən cavabların nədən ibarət olduğunu açıqlayasınız. Biraz səbirli, dözümlü yanaşmaq olmazmı? Axı söyüş bizim adət ənənəmizə yaddır, mentalitetimizə yaddır. Bir söyüşə görə biz çox insanların öldürüldüyü, qətlə yetirildiyi hallar var. Adi heç dövlət məmurunun və yaxud da ki, vəzifəli şəxsin söyülməsini mən demirəm. Adi insanların bir-birini təhqir etməsi, söyməsi hadisələri çox vaxt faciələrlə üzləşir. Biz bunu dəfələrlə görmüşük. Hər birimizin qonşusunda, qohumunda, nə bilim, oxuduğumuz, təhsil aldığımız məktəbdə, ali məktəbdə, nə bilim, orta məktəbdə belə hadisələr təəssüf ki, zaman-zaman baş verir və biz bunları görürük. Ona görə də bu məsələyə mənə elə gəlir ki, son qoymaq lazımdır. Nə qədər əsəbləşsək də, hisslənsək də, nə bilim, nə qədər bizə tutaq ki, hansısa alçaldıcı münasibət göstərilsə də, hüquqlarımız pozulsa da, deyək ki, bizə çatan sərvət əlimizdən, çatacaq sərvət əlimizdən alınsa da, çörəklə imtihana çəkilsək də, nə qədər çətinliklər olsa da, mənə elə gəlir ki, səbirli olmağı bacarmaq lazımdır. Söyüş ən pis şeydir yəni. Söyüş söymək olmaz, təhqir olmaz. Bəlkə də sizin təhqir elədiyiniz adamlar, vəzifəli şəxslər, heç o məsələlərdə o qədər də günahkar deyirlər. Bəlkə də həqiqətən də xəbərləri yoxdur. Məsələn, dövlət başçısının haqqında müəyyən sözlər deyirlər. Ola bilsin ki, o məsələlərdən heç onun xəbəri də yoxdur. O problemləri ona çatdırmağın yolunu tapmaq lazımdır. Mən bunu boğazdan yuxarı demirəm. Yəni, bu bir söz də var Azərbaycanda. Deyirlər ki, nə bilim, özü yaxşı, ətrafı pis, nə bilim, prezidentin heç nədən xəbəri yoxdur. Belə söhbətlər gedir. Hətta biraz buna deməli, yumoristik şəkildə, satirik şəkildə yanaşanlar da var, tənqidi yanaşanlar da var. Amma inanın ki, həqiqətən də belə şeylər ola bilər. Mümkündür. Mənim öz başıma gələn hadisələrdən, yaşadığım hadisələrdən bilirəm ki, bəzən elə adamlar, əlində müəyyən səlahiyyət, imkan olan adamlar özbaşınalıq edirlər ki, nəticə etibarilə deyək ki, narazılar birbaşa dövlət başçısının hədəf seçirlər. Belə şeylər var həqiqətən də. Tutaq ki, kimisə məsələn həbs edirlər, deyir ki, məni İlham Əliyev həbs edir. Amma araşdırsaq bəlkə də heç belə deyil yəni. Heç xəbəri də yoxdur. Konkret bunun səbəbi var. Və yaxud da ki, bunu hansısa bir məmur da eləyə bilər. Yüksək vəzifəli, nə bilim, əllərində geniş imkanlar olan bir məmur, yəni açığı da belə imkanlar var. Tutaq ki, hansısa bir vəzifəli nazir, məmur, məsələn, tutaq ki, məni həbs elətdirə bilər, məsələn. Buna imkanı var, sonra da deyək ki, prezident də xəbər tutsa, heç ola bilər ki, xəbər tutmasın. Və xəbər tutsa, onu inandıra bilərlər. Deyə bilərlər ki, bax, bu, nə bilim, belə cinayətlər eləyib, dövlətçiliyə belə zərbə vurub, nə bilim, başqa ölkələrə, nə bilim, casusluq edib, neyinib filan, belə şeylər eləyə bilərlər. Açıqda ölkəmizdə belə hadisələr olur. Və mən sizə deyim ki, belə hadisələr tək bizim ölkədə də yox, dünyada da olur. Nə qədər ki, belə şər, başqalarının üstünə şər yıxan insanlar var, natəmiz adamlar var, necə deyərlər, fitrətində şər, pislik olan insanlar var. Belə şeylər həmişə aktual olacaq və günahsız insanlar da bundan əziyyət çəkəcəklər.